Azərbaycan əsilli şəxslərə qarşı hücumda iştirak etdiyi deyilən Rusiyanın hüquq mühafizə orqanı əməkdaşlarının fotoları yayılıb. Yenavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Evocation Telegram kanalı məlumat yayıb. Bildirilir ki, bunlar polis mütəşəkkili cinayətkar qrupunun rəhbəri polkovnik Viktor Pozinyak, onun müavini və istintaq idarəsinin rəisi polkovnik Nikolay Poçayevits, Pozinyakın digər müavini polkovnik leytenant Rafael Xamidilin və Pozinyakın kadrlarla iş üzrə müavini Aleksandr Smirnixdir. Məlumatda deyilir ki, həmin polis zabitləri məhz ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyırlar. Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseyninin qardaşlarıdır.